Ağcabədi rayon İcra Hakimiyyətinin aldığım məlumata görə işçiləri, səlahiyyətli şəxslər bizi burada görən kimi, halbuki burada durub orada yer əkdirirdilər. Yəni otlaq sahəsini burada əkdirirdilər. Bizi görən kimi dərhal maşını xodladılar və üzü o istiqamətə gedirlər. Kanal 21-ə müraciət edən Ağcabədi rayon Afşar kənd sakinləri 30 ildir ki, quş otlaq sahəsində müqavilə əsasında iri və xırda buynuzlu heyvanlarını otardıqlarını bildirirlər. Sakinlərin sözlərinə görə sözü gedən torpaq sahəsi illərdir onların əsas dolanışıq mənbəyi olub və bu müddət ərzində hər hansı problem yaşanmayıb. Onların sözlərinə görə müqavilənin müddəti bitdikdən sonra onlar Ağcabədi rayon İcra Hakimiyyətinə müqavilənin vaxtını uzatmaq üçün müraciət ediblər. Lakin Ağcabədi rayon İcra Hakimiyyətindən onlara bildirilib ki, müqavilənin vaxtı bitdiyi üçün uzatmaq qeyri-mümkündür. Onlar da məsələ ilə bağlı məhkəməyə müraciət ediblər. Hazırda iş məhkəmə müstəvisindədir və hüquqi araşdırma aparılır. Buna baxmayaraq sakinlər iddia edirlər ki, məhkəmə prosesi davam etdiyi halda belə İcra Hakimiyyəti tərəfindən qanunsuz addımlar atılmağa davam edir. Qanunvericiliyə görə qış otlaq sahəsində əkin aparıla bilməz. Amma Ağcabədi rayon İcra Hakimiyyətinin göstərişi ilə İcra Hakimiyyətinin əməkdaşları sözü gedən torpaqda əkin aparır. Bu isə açıq-aşkar qanun pozuntusu olmaqla yanaşı dövlət orqanlarının öz səlahiyyətlərini aşması kimi qiymətləndirilir. Sakinlər hesab edirlər ki, İcra Hakimiyyəti torpaqdan şəxsi və ya naməlum maraqlar naminə istifadə edir. Hətta Kanal 21-in təsisçi baş redaktoru Fərhad Quliyev ərazidə çəkiliş apardığı zaman İcra Hakimiyyətinin əməkdaşları həmin ərazidən uzaqlaşıblar və məsələ ilə bağlı İcra Hakimiyyətindən açıqlama almaq mümkün olmayıb. Ağcabədi rayon İcra Hakimiyyətinin susqunluğu həm sakinlərin narazılığına, həm də ictimaiyyətdə ciddi sualların yaranmasına səbəb olur. Sakinlər Kanal 21 vasitəsilə ölkə başçısına müraciət edərək yaranmış problemin aradan qaldırılmasında köməklik göstərilməsini xahiş edirlər. Ətraflı vətəndaşların öz dilindən dinləyək. Özünüz təqdim edin. Mən Cəfərova Gülsüm Şeyxan qızı. Yuxarı Afşar kənd sakini. Ağcabədi rayon. Afşar kənd sakini. Mən 30 ildir biz bu yeri götürmüşük. Bizim heyvanımız, bütün heyvanlar hamısı burada yerləşir. Yoldaşım rəhmətə gedib. Bizim bu iki evin ailəsi bununla dolanır. Burayla dolanır. Xeyrimiz, şərimiz hamısını bununla yola vermişik. Aydın hanım, bir sual verin. Bax, Allah yoldaşınıza rəhmət eləsin. Buranı yoldaşınız müqavilə ilə götürür, eləmi? Hə, müqavilə ilə götürür. Müqaviləsi artıq demək olar ki, bitib, ancaq ona baxmayaraq siz burada bir çox tikili görürəm ki, tiymişsiniz. Hə, tikili öz vəsaiti hesabınızda. Öz vəsaitimiz hesabına bu qədər tikili tiymişik, artizan vurmuşuq, bu qədər bizim xərcimiz çıxıb, bu qədər əziyyətimiz olub. Hazırda iş prosesi nə yerdədir? Yəni, müqavilə bitib, bununla bağlı aidiyyatı qurumlara, rayon icra hakimiyyətinə müraciət etmişsiniz, sizə nə cavab verib? Müraciət etmişik, bundan icraya veriblər, məhkəməyə veriblər. Kim verib? Biz verdik, özümüz vermişik ki, bizi bir yönə qoysun. Bizim bu qədər heyvanımız hamısı deyə qalıb toğlarda, ağac, susuz, otlaq sahəmizi əkirlər, bizə bu qədər əziyyət verirlər. Biz nə etməliyik, harada otarmalıyıq heyvanımızı? Hazırda siz yəni həm iri buynuzlu, həm də xırda buynuzlu heyvanların inkişafı üçün burada heyvan saxlayırıq. Saxlayırıq, heyvan saxlayırıq. Hazırda yerlərinizi əkirlər, səhv eləmirəm. Yerimizi əkirlər, hamısını əkirlər. Otlaq sahəsinin hamısını əkirlər, heyvanlar qalıb içəridə ağac, susuz. Biz nə varmalıyıq, harada otarmalıyıq? Hazırda heyvanlarınız haradadır? Deyib pəyədə, hamısı heyvanlarda, tikillərdə qalıb ağac, susuz. Mən Məmşov Nazım İsməndiroğlu, Afşar kənd sakiniyəm. Mən də o dərəcədə baxmayaraq, bunlar mənim qudamdır. Mən də heyvanı bunlar sığınıb qohum kimi, bir ailə başçısı kimi heyvan gətirmişəm, burada yerləşdirmişəm, burada köməklə, burada heyvanımı saxlayırıq. Həm də öz heyvanınız? Bəli, həm də öz heyvanımdır, həm də belə qohumda, bu kömək mərkəzindən mən də bu köməklə. Mallar ana dediyi kimi, onlar orada qoyunu deyə qalıb arxaçda orada çıxmağa yer yoxdur. Əkil sahələr hamısı burada var, oradan hamısı çəkilib. Nələr baş verir? Nələr baş verir, belə də gəlir, traktor tökürlər, əkirlər. Bizim məhkəmə prosesi gedə-gedə bu yer əhmiyyət falan deyil. O deyir ki, biz otlaq sahəsini əkirik, deyir, əkir tökürlər texnika. Onda bir telefon vasitəsilə çəkilişini yapardıq, dedik belə-belə.
O dedi gelin halk qurumları değiştirdik. Bizə verilən fərman budur. Biz də icra edirik. Bax, sizin də bir sual verim. Sizin müqaviləniz bitməzdən əvvəl müqavilənin uzadılması üçün icra hakimiyyətinə müraciət etdinizmi? İcra hakimiyyətinə müraciət etdim. Mənim qudağım. Mən onu soruşmuşam. Bu deyildi. Dedi, hə, o mən müraciət edib o. Amma deyir ki, müqavilənin vaxtı qurtarıb, icazə verilmir ki, biz artıraq. Yəni icazə yoxdur artıq bana. Ben Cəfərov Royal Vahidoğlu. Bu dünyasında yaşayan kişinin bu mülkün yiyəsiyəm. Oğluyam. Yani kardeş büyük günde bizim bak bütün malımız, heyvanımız, hamısı bak ictimailərdə, oynarımız orada. Biz bilmirik nə qaraq, dərdimizi kimə dək, hara gedək. Ona bir-birə vəsait yatırtmışıq. Yani bu elə bir iş deyil. İndi büyük günde biz bu heyvanlarımızı hara aparaq. Kardeş iş məhkəmədədir. Məhkəmə qurtarmayıb. Məhkəmə qurtarmayıb, bana tökülüb gəlirlər deyə bax. Hamısını əkiblər. Orada yonca yerimiz vardı, hamısını çördülər, əkdilər, arpamızı əkdilər. Belə olmaz axı. Belə olmaz. Vallahi. Bax, sizə təklif ediblərmi? Yəni burada yaratdığınız bu tikililər ki var, bunların sökülüb aparılması üçün təkliflər ediblər. Bizə təklif vallahi Sökülmə olmuyor falan. sökülmə olmuyor, hələ deyilməyib. Ama bizim burada otlaq sahələrimiz vardı və heyvanlarımızın sonunu qidalanır, ondan olmazaq belə. Değerli izləyicilərimiz, hazırda mən onu qeyd edim ki, bax, Ağcabədi rayon icra hakimiyyətinin aldığım məlumata görə işçiləri, səlahiyyətli şəxslər bizi burada görən kimi, bax, halbuki burada durub orada yer əkdirirdilər. Yəni otlaq sahəsini burada əkdirirdilər. Bizi görən kimi dərhal maşını kodladılar və görürsüz, yaxınlaşdı zəhmət olmasa. Maşını kodladılar və üzü o istiqamətə gedirlər, ancaq bilmirlər, özləri də bilmirlər ki, hara gedirlər sözün əsl mənasında. Bax belə, nə deyəsən? Valla mən qarşı tərəfində mövqeyini dinləməyə çalışmaq istədim, yaxınlaşmaq istədim və bizi görən kimi dərhal oturub maşına qaçdılar. Biz hal-hazırda maşınla olan arxasında gedirik ki, sataq dərkəməsə deyə. Kaçıncı oynuyor fikir verin. Yerin sahibi var. Eğer bunlar hakikaten de bu torpak bunlara verilirse ne kaçırılır? Kaçmadan dur bu torbağın üstünde. Ne kaçırsın? Senin de mi bura? Allah sinir. Qardaş, biz onlara sata bilmədik, təbii ki, gedirlər. Bak kardeş burada bak biz burada önce kaçtık dönüyor bak. Bak kaçırıyor. Gedirlər. Baxın, gedirlər. Yəni biz onlara sata bilmədik. Bak görsen mi? Bak orada bak kaçırıyor. Bax, biri dayanmışdı, bizi görən kimi getdi. 3 tane maşın, 3 tane maşın. Bəli. 3 tane maşın. Geldi bizim orada otak sahibi kardeş. Bizim orada hayvanlarımız büyük günde kalır. Bu çəkiliş olmayan vaxtı Yok. Onda qaçırlar, yoxsa? Qarabəli yerində. Aha. Bak kardeş bak büyük günde gördünüz burada park görür. Bütün Azərbaycan xalqı baksın Bəli. görsün. Bizim bütün malımız, qoyunumuz hamısı kalıb orada. İctimailərdə bu boyda. Biz burada bu boyda biz vəsait arıyoruz. Yani tikmişik, dolanmaq üçün. Büyük günde de kardeş biz ne var ya hara gedik. Biz derdimizi kime değer. Biz ancak burada biz üzümüz tuturuq Ali Başkomandana, Mehriban xanıma xahiş edirik. Sizdən dönə. Yani bize kömək edin. Xahiş edirəm. Kömək edin bize, biz də dolanaq. Dəfələrlə Ali Başkomandan deyir ki, vətəndaşlara kömək edin, məmurlar, kömək edin, dolansınlar. Qardaş, biz dolanırıq da. Bizi özümüz dolanırıq ki, əkək, biçək, zəhmətkeş ailələriyik. Biz burada dolanaq. Yaxşı, biz neyəliyək? Necə dolanaq? Bax, bunu əlimizdən alsınlar. Nətər dolanaq? Neyəliyək? Bax, budur da, bax, haqqadat budur. Onu bilmək istəyir. Bak, qaçır. Sən yaxınlaşdır. Gör, 3 tane maşın. Hamısı qaçır. Hamısı. Biz burada her gün qaçdı tutulacaq da bunlar. Otlaq sahələrimiz. Bu görünən sahələr hamısı. Bəli, hamısı sahələr. Bak, öyle geçiyor, öyle ötür. Alt üst koyuyor. Daha işte öyle. Bu hayvanları harda sağlayalım. Neyin ya? Bak kardeş, bu da bizim artizanımızdır. Bak buna ben. Gözümden yukarıda kadar
Mən bura bu xərcləmişəm. Artazan, şlaklar. Bu sahədə sizin də əkərsən. Bəli. Bax. Transformat var hamısı. 40 milyon yuxarı bura vəsat qoymuş. Tek bir dənə bu artazan. Belə şey var mı? Haqq ədalət var. Hal-hazırda istifadəsi dayanılmaz. Ben baxaram ki, bunlar yani saymırlar iş kimi. İş dərəbəylikdir. Yani bunlar Ali Baş Komandanın yani qardaş göstərişini icra eləmirlər. Yani baxmırlar, saymırlar. Bizim tuturam, yəni tuturam. Ali Baş Komandan, Mehriban xanım, xahiş edirəm, bizə kömək eləyin, bizə dəstək olun. Biz vətəndaşlar, kəndçilər, biz qalxaq ayağa. Yəni bizim bu boyda heyvanlarımız qalxırsa, xahiş edirəm, bizə dəstək olun, əl uzadın bizə. Nə deyim? Hamısı orta sahəsi, hamısı bax, elə görmür. Bak kardeş, bak görürsünüz, bak burada su hattını çekişler, bu yana gedə yana. Bak su hattını çekişler, buraya kardeş, bu yana qalır. Ələcimiz Allah hakim, biz her şeyimizi burada bu haqda. Bu böyle olmaz, haqq ədalət var. Bak, çək kardeş, bak, çək. Görürsən mi, bak burada bunların su hattı. Sonda Kanal 21 olaraq onu da bildirək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir, tədbir görmək və ümid isə aidiyyəti qurumlara və Allaha qalır.